Deməli, hörmətli tamaşaçılar, bu günlərin biz gözəl səfalı güşələrimizdən biri Şamaxı bölgəsindəyik. Şamaxının Sabir qəsəbəsində İsmail balamızın haqqında çəkiliş hazırlayırıq. İsmail bala özünü təqdim eləsin, onun həmyaşıdları, onun məktəbi, onun təhsil şöbəsi İsmailə daha yaxından tanısın və ümumiyyətlə Azərbaycan Respublikasının hüdudlarından kənarda İsmail balamız haqqında tam hamı məlumatlı olsun. Təqdim elə özünü qardaş. Mən Ömərov İsmail Elnur oğlu, Şamaxı rayon Sabir qəsəbəsinin tam orta məktəbi Alxan Alıxanov adına tam orta məktəbində oxuyuram. 6-cı sinifdə oxuyuram. Sinif rəhbərim Günel müəllimdir. Direktorumuz Günlurə Babaşovudur. Lap yaxşı qardaş. İndi sən mənə de görüm. Sən ən sevdiyin fən nədir və sən nəçi kimi yetişmək istəyirsən? İxtisasın nə olmağını istəyirsən? Ən sevdiyim fən riyaziyyat fənnidir. Riyaziyyat müəllimi olmaq istəyirəm. Allahın köməkliyi ilə. Allahın köməkliyi ilə. Valideynlər, siz bizim balamız haqqında fikirlərinizi alaq, bölüşək, xeyir-duazı eşidək, babası. Bu uşağın gələcəyinin parlaq olmağı üçün bu tarixdir. Biz bunu çəkirik, tarixdə qalır. Sabahların bir 20 ildən sonra, bir 30 ildən sonra balamız özü böyük kişi olandan sonra bir yaxşı vətəndaş olub, yaxşı bir vəzifə sahibi olandan sonra bu kadrları internetdən açıb öz nəvələrinə, öz balalarına göstərəcək ki, baxın mən belə oxuyan övlad olmuşam, belə uşaq olmuşam. Buyur babası, səndən başlayan inşallah. Maşallah çox çalışan uşaq. Hər tərəfli çalışıyor. Təsərrüfatla da, təhsillə də, idmanla da. Yaxşı şahmat. Ay maşallah. Balaca uşaqlarına şahmat. Maşallah, maşallah. Futbolist. Futbola çox marağı var. O da riyaziyyatı çox gözəl. Bu irsidir də yəqin ki, riyaziyyatı sevmək. Belə uşaqlar hamısı çox sevir. Qardaşları da. Kardeşler var, 5 kardeşi var, bir bacısı var. Riyaziyyatı çox sevir. Ay maşallah. Eyni zamanda riyaziyyat müəllimi çox güclü olur. Nə müəllimi? Ramin müəllim. Arzularız. Uşaq haqqında. Arzularımdır ki, Allah onu arzusuna çatdırsın. Amin inşallah. Allah sizin də köməyiniz olsun. Çalışırsınız ki, cəmaatı işıqlandırasınız. İnşallah. Atası Allah buyur. köməyiniz olsun. Gələcəyi haqqında. İsmail'a da arzum odur ki, oxusun, savadlı şəxsiyyət olsun. Biz içəri girərkən bacımız dedi, qardaşı əskərdir. Əskərlikdə İki kardeş İki kardeş birinci əskər. sınıfda oxuyur. Maşallah, maşallah. Evdədir, 6-5 kardeşi var, bir bacısı. Görün siz nə qədər əmələ salih övladlar böyütmüsünüz ki, bu günlərin övladınızı o qədər vətənpərvərliyə aşılamışsınız ki, övladlarınız vətən keşiyində dururlar. İnşallah sağ gedib salamat qayıtsınlar. Böyük kardeşi veterandır. Ay Gəncədə maşallah. institutda İlham oxuyur. Əliyev kimi yaxşı prezidentimiz var. Ay maşallah, ay maşallah. İnşallah mənim balalarımın hamısına səsi uzalardan gəlsin, yaxşı xeyir işlərdə olsunlar. İnşallah, Yaxşı inşallah. məktəblər oxusunlar. Ümumiyyətlə, anam, bizim Çağdaş Təhsil Mərkəzi haqqında bir məlumatınız varmı? Ümumiyyətlə, inşallah bugündən sonra olar. Çağdaş Təhsil Mərkəzi artıq 20 ildir fəaliyyət göstərir. Mən sizə videoları göstərdim. Kanalın adını deyəcəm, ona da baxacaqsınız. Hətta bir Çağdaş Təhsil Mərkəzinin bu cür şagirdlər üçün yaxşı töhfələri var. Yaxşı. Siz də çox sağ olun ki, gəlib işıqlandırırsınız, maraqlanırsınız. sanlandırırsınız. Çox sağ ol. Çox sağ olun. Sən qardaş, de görüm, öz həmyaşıdları var, müəllimləri və bu veriliş barəsində nə demək istəyirsən? Deyirəm ki, siz də baxın bu verilişlərə, örnək götürün. Müəllimlərin haqqında nə demək istəyirsən? Müəllimlərin də çox yaxşı müəllimlərdir, dərsləri yaxşı deyirlər, başa salırlar. Çox savadlı müəllimləri var. Bəli. Oxusa, özü yaxşı oxusa, məktəbə qəbul olsun, instituta qəbul olsun, qardaşları kimi əskəriyə, vətənə xidmət eləsin. Ay maşallah, inşallah. İnşallah. Oldu, bir başqa sözümüz qulluğu olsun. Geçin.